Görün nə deyirəm? Deyirəm Allah bu gecə, Qədr gecəsində öz bağışlamaq məharətini, hünərini göstərir. Elə bir həkim gəlir xəstəxanaya. Deyir ki, ən ağır xəstələri gətirin müalicə edeyim, məharətimi görün. Yüngül xəstəni sağaltmağa nə var? Allah da bu gecə deyir, ən günahkarlar kimdir? Ən günahkarları gətirin bağışlayayım, göstərim necə rəhimliyəm. Gör necə gecədir ki, mənim kimi bir günahkar insana Allah icazə verib onun qapısına gəlir. Özdə belə bir Allahdır ki, çox günah elədikcə daha çox rəhimlidir. Xoş o adamların halına ki, burada oturanların hamıdan günahkar özünü bilir. Peyğəmbər buyurur ki, bu gecə belə dua eləyin. İlahi sən bağışlayansan və bağışlamağı sevirsən və məni bağışla. Kim tez bağışlanar bu gecə? Bax burada oturanlardan baxsın sağına soluna desin mənim kimisi olmaz burada. Ən günahkarı mənəm.